Allah Teala Həd surəsi 73-cü ayədə deyir ki: İnnellezîne ted'ûne min dûnillâhi len yexluqû zubâbâ. Allah'tan qeyri dua etdiklərimiz, gecələr və gündüzlər yalvarıb adlarını çağırdığımız o ilahlar, o insanlar, o daşlar və ağaclar, qapılarımızdan astığımız çürük heyvan başları, atlarımızın ayağının altında olan nallar, o göz mıncıqları sizə heç bir fayda verə bilməz, deyir Allah Teala. Lən yaxluqu zubabə. Allah meydan oxuyur. Deyir ki, bir milçək belə yarada bilməzlər. وَلَوْ اِجْتَمَعُوا لَهُ. Hətta hamısı bir yerə cəm olsa da belə. Görün, Allah Teala deyir ki, onlar bir milçək yarada bilərlər. Yox. Hətta hamısı bir yerə toplaşsa belə alınmaz. Hətta deyir ki, milçək onlardan nəyisə götürüb aparsa, o apardığını onlardan, milçəkdən geri ala bilərlər. Xeyr, ala bilməzlər. Çünki müasir alimlər kəşf ediblər ki, milçək nəyi götürdüsə dərhal mədəsini ötürür. Ala bilməzlər. Sonra Allah Teala deyir ki, Da'ufat talib vel metlub. İstəyən də acizdir, istənilən də. Sən əskilər bağlanılmış ağacın altında nə qədər dayansan da, dəfn olunmuş meyyitin üzərində nə qədər dayansan da, çağırsan da onu, o sənə heç vaxt cavab verə bilməz. O sənə heç vaxt evlad verə bilməz. O sənin düşdüyün sıxıntını aradan qaldıra bilməz. Çünki o da məxluqdur, xüsusən də ölüb. Allah Teala buyurur ki, başqa bir ayədə: Əmmən yucibul muttarra idə dəə və yəkşifus su. Sıxıntıda olan, çarəsizlikdə olan, insanın çarəsizliyini aradan qaldıran və ondan pisliyi sovuşduran kimdir? Əziz qardaşlar, kimdir? Allah, aləmlərin Rəbbi olan Allah.